Salam hörmətli izləyicilər, bizim mövqe verilişinin növbəti buraxılışında xoş gördük hər birinizi. Studiyada aparıcınız mənəm, Züriyə Ruslan qızı. Bu dəfəki buraxılışımızda da siyasi gündəmə dair ən aktual məsələlərin təhlilinə dair mövqeyimizi sizə təqdim etməyə çalışacağıq. Hal-hazırda dünyanın gündəmində mövcud olan istiqamətlərdən biri yenə də Rusiya-Ukrayna müharibəsidir. Müharibənin yenə də aktivləşməsidir və bu dəfə Moskva istiqamətində hücumların intensivləşməsini və Ukrayna ordusunun Moskvada mövcud olan hərbi strateji baxımından olduqca önəmli obyektlərə zərbə vurması, aerodroma zərbə vurması nəticəsində vəziyyətin olduqca gərgin olması müzakirə olunur gündəmdə və bunun paralelində hətta sabahki paradın təxirə salınma ehtimalları belə müzakirə olunan istiqamətlər içərisində yer alır ki, elə biz də birinci bölməmizdə müvafiq mövzu ilə bağlı təhlili sizə qonağımızla birlikdə təqdim etməyə çalışacaq. İkinci bölməmizdə də dünyanın gərgin münaqişənin eskalasiya həddi yaşadığı bir savaşdan danışmış olacaq. Söhbət Hindistan-Pakistan savaşından gedir ki, bugün üçün vəziyyət nə yerdədir və nədən ibarət ola bilər? Nəticələri regiona hansı təsirlərlə yadda qala bilər? Bu suallara ikinci bölməmizdə cavab tapacaq. Az öncə Moskvanın vurulması ilə bağlı təcili xəbəri studiyamızın qonağı siyasi şərhçi Xaqani Cəfərli ilə müzakirə edəcək. Xaqani, axşamınız xeyir olsun, xoş gördük sizi. Xoş gördük. Mən də sizi və izləyiciləri salamlayırım. Xaqani bəy, necə dəyərləndirirsiniz? Paralelində artıq ABŞ-də danışıqlar prosesindən çəkildiyini bir neçə gün öncə elan etdi. Çünki Trump bildirdi ki, danışıqlarla bağlı heç bir yekun nəticə əldə olunmur. Və hal-hazırda da artıq Ukraynanın Moskvaya yönəlik hücumlarını daha da artırmasını biz müşahidə edə bilirik. Bu yolla münaqişənin taleyi necə həll ola bilər? Bütövlükdə bu tip münaqişələrin həlli üçün bir çox tələb olan şərtlər var. Onların bu günləri heç biri mövcud deyil. Yəni tərəflərdən hər hansısa biri hərb meydanında həlledici, sarsıdıcı qələbə çalmayıb ki, digəri onun şərti ilə razılaşaraq sülh sazişinə və yaxud da ki, qeyd-şərtsiz belə deyək ki, kapitulyasiya aktını imzalasın. Bu baxımdan Rusiya özünün silahçı iddialarından əl çəkmir. Ukrayna torpaqlarını işğal etmək iddiasından əl çəkmir. Ukraynada özünün beynəlxalq hüquqla tanınan sərhədlərini, dövlət müstəqilliyini və ərazi bütövlüyünü təmin etmək üçün mübarizə aparır. Belə bir vəziyyətdə sülh əldə etmək çox çətindir. Çünki əgər tərəflərdən biri öz iddiasından geri çəkilmirsə, o zaman sülh əldə etmək iki münaqişə tərəfində çox çətindir və Birləşmiş Ştatların prezidenti Donald Trump'ın artıq bu münaqişədən çəkilə biləcəyi və bütövlükdə münaqişənin həllinin vaxtının çatmadığı ilə bağlı fikirləri gerçəkliklərə uyğundur. Biz bunu dəfələrlə ifadə etmişdik ki, Donald Trump'ın münaqişəyə 24 saat ərzində son qoyacağı ilə bağlı iddiası gerçəkliklərə uyğun deyil və bütövlükdə tərəfləri və deyək ki, öz iddialarından geri çəkindirmək üçün beynəlxalq aləmdə uyğun şərait də mövcud deyil. Əgər bütövlükdə dünya ölkələri, xüsusilə də Birləşmiş Ştatlar, Çin, Hindistan, Fransa, Böyük Britaniya kimi, Türkiyə, Səudiyyə Ərəbistanı kimi böyük dövlətlər tərəflərdən birinə çox ciddi baskı edərsə, xüsusilə də Rusiya baskı edib onu Ukraynanın torpaqlarını işğal etməkdən geri çəkindirə bilərsə, o zaman sülh əldə oluna bilər. Amma hal-hazırda nə Çin, nə Hindistan, nə digər dövlətlər Rusiya belə bir təzyiq göstərmirlər. Ona görə də belə bir şəraitdə şübhəsiz ki, sülh mümkün deyil və tərəflər sülh yaxınlaşana qədər müharibə davam edəcək. Bu nə zaman olacaq? Tərəflərdən biri artıq belə deyək ki, öz mövqeyində israr edə bilməyənə kimi. Ukrayna öz torpaqlarını mənim qənaətimcə sona qədər müdafiə etməkdə israr edəcək. Yalnız Rusiya belə deyək ki, öz iddialarından geri çəkilə bilər. Xaqani bəy, vəziyyətin bir də maraqlı tərəfi ondan ibarətdir ki, Trump ciddi şəkildə həm də verdiyi vədlərə uyğun olaraq düşünürəm qonağımızla bağlantı hal-hazırda kəsilmiş oldu. Biz
Hər halda biz bu texniki məsələni tezliklə həll etmiş olacaq. Mövzumuza qaldığımız yerdən o zaman əziz izləyicilər biz davam edək. Söhbət Rusiya-Ukrayna müharibəsinin hal-hazırda olduqca aktiv mərhələsini yaşamasından gedir. Baxmayaraq ki, paralelində biz elə bir müddətdir ki, xüsusən də ABŞ-də administrativ dəyişikliklərin baş tutması timsalında Rusiya-Ukrayna müharibəsinin taleyini müzakirə edirdik. Həqiqətən də siyasi gündəmdə də bu məsələ aktiv görüşlər trafiki ilə də özünü göstərirdi. Liderlər arasında istər Ukrayna, ABŞ, istər Rusiya-Ukrayna liderləri arasında görüşlərin olmasını biz müşahidə edirdik. Xaqani bəy, bağlantı bərpa oldu mu? Hə, eşidirsiniz bizi. Xaqani bəy, elə qaldığım yerdən davam edəcəm. Söhbət ABŞ-nin bu danışıqlar prosesində ciddi iştirak etməsi, amma nəticənin mövcud olmaması nəticəsində onun bu danışıqlardan çəkilməsi məsələsini mən vurğulamaq istəyirdim ki, müvafiq istiqamət, hansı ki bunun Trumpın çəkilməsinin də səbəbi Putinin öz iddialarından geri çəkilməməsi oldu. Putinin atəşkəslə deyək ki, razılaşmaması oldu. Müəyyən mənada sözlü hansısa bəyanatlar verilə bilərdi, ancaq praktiki biz bunun heç bir nəticəsini görə bilmirdik. Və belə olduğu təqdirdə Trump həm də öz nüfuzunu qorumaq məqsədli Rusiyaya yönəlik siyasətini, ritorikasını dəyişmiş ola bilərmi? Yəni onun şərtlərini Putin qəbul etmədiyi üçün. Heç şübhəsiz ki, Trump gec-tez bu sülh təşəbbüsünün gerçəkləşə bilməməsinin günahkarını göstərməlidir və ondan sonra o günahkarlıda belə deyək ki, cəzalandırmaq üçün müəyyən addımlar ata bilər. Amma Trump'ın ilk dəfə bu təşəbbüsünə çıxış edəndə o zaman da qeyd edilmişdi ki, Azərbaycan və Ermənistan Rusiya və Ukrayna ilə müqayisədə həm ərazicə, həm əhalicə, həm də bütün resurslar baxımından daha kiçik ölkələrdir. Amma Azərbaycanla Ermənistan arasında üç böyük dövlətin, yəni Birləşmiş Ştatlar, Fransa və Rusiyanın sülh əldə edə bilməməsinin əsas səbəbi o idi ki, Ermənistan işğalçılıq iddialarından imtina eləmirdi. Azərbaycan da öz torpaqlarının itirilməsi ilə barışmırdı. Ona görə də 30 ilə yaxın çəkən bir müddətdə üç böyük dövlət Azərbaycan və Ermənistanı hansısa sülh müqaviləsinə vadar edə bilmədi. İndi o üç dövlətdən biri, yəni Birləşmiş Ştatlar, Rusiya və Ukrayna kimi böyük dövləti necə vadar edə bilərdi ki, onların istəmədikləri bir sülh müqaviləsi imzalasınlar. Yəni ifadə etmək istəyirəm. Bu sülh müqaviləsini imzalamaq üçün ya tərəflərdən birinə bütün dünya ölkələri, yəni 195 ölkəni nəzərdə tutmam, böyük ölkələr nəzərdə tutan çox ciddi bir baskı eləməlidirlər. Onun bütün beynəlxalq münasibətlərdən, qlobal iqtisadiyyatdan tamamilə təzyiq etməlidirlər və yaxud da ki, tərəflərdən birinin belə də ki, döyüş meydanında həlledici qələbə çalması üçün yardım etməlidirlər. O zaman qarşı tərəf sülh müqaviləsinə razılaşa bilər. Bundan heç biri mövcud deyil. Trump isə edə biləcəyi yalnız ondan ibarətdir ki, tərəflərdən birini günahkar elan edir və ona qarşı hansısa qadağalar tətbiq edir. Hal-hazırda mənim gördüyüm ondan ibarətdir ki, Trump istər-istəməz Rusiyanı günahkar elan etməlidir. Çünki Birləşmiş Ştatlarda hakimiyyət yalnız prezidentdən və yaxud da ki, onun administrasiyasından ibarət deyil. Konqresdə çox ciddi şəkildə Ukraynanı dəstəkləyən iki partiyalı qrup mövcuddur. Həmin qrup faktiki olaraq Konqresdə hər iki palatasında çoxluğa malikdir. Belə deyək ki, Senatda ən aşağısı 70-75 deputat, daha doğrusu senator Ukraynanın mövqelərini dəstəkləyir. Konqresin aşağı palatasında da həm Respublikasının, həm də demokratların arasında Ukraynanı dəstəkləyən çox ciddi qrup mövcuddur. Trump isə onların mövqeyini nəzərə almadan bir mənalı, belə deyək ki, bu sülh təşəbbüslərinin günahkarı kimi bir tərəfli Ukraynanı elan edə bilməz. Trump çox istərdi ki, Ukraynanı günahkarı elan etsin, çünki Ukraynaya daha zəif tərəfdir bu müharibədə və ona hər hansı bir qadağalar tətbiq etsin. Amma o qədər də asan deyil. Çünki Birləşmiş Ştatların belə deyək ki, həm hakimiyyət qanatlarında, həm də ki, bütövlükdə siyasi elitasında çox ciddi şəkildə Rusiyaya qarşı bir
cəbhə formalaşır. Faktiki olaraq Donald Trump'ın administrasiyasında da buna qarşı gedə bilmirlər. Və son olaraq Maliyyə Naziri Konqresdə dinləmələrdə Putini hərbi cinayətkar adlandırmaq məcburiyyətində qalıb. Yəni, Konqresdə belə bir çoxluq mövcud olduğu müddətdə Donald Trump Ukraynanı günahkar elan edə bilməz. Edə biləcəyi Rusiyadır və çox güman ki, yaxın zamanlarda artıq Rusiya ilə bağlı həm Konqresdən, həm də Washingtonun digər siyasi elitasından müəyyən təşəbbüslərin şahidi olacaq. Xaqani bəy, elə sizin sözünüzə qüvvət, həm də vitse-prezidentin mən bəyanatını burada təkrarlamaq istəyərdim ki, diqqətə çatdırmaq istəyərdim ki, o bildirir ki, Rusiya danışıqlar prosesində həddindən artıq çox şey istəyir. Və bu da elə sizin az öncə qeyd etdiyiniz kimi, bu danışıqlar prosesinin praktiki nəticə verməməsinin səbəbkarı olaraq Rusiyanın Amerika tərəfindən, rəsmiləri tərəfindən ittiham olunmasının düşünürük ki, bir göstəricisidir. Xaqani bəy, düşünürəm ki, bizim müzakirə edəcəyimiz istiqamətlərdən biri həm də sabahki paradla bağlıdır. 9 may tarixi ilə bağlı 2-ci Dünya Müharibəsində SSR-nin qələbəsinin il dönümü ərəfəsində belə bir parad keçirilməsi planlaşdırılır. Hərçənd ki, bunun paralelində həm də belə zərbələrin Moskvaya yönləndirilməsinin ciddi bir təhlükəsizlik baxımından təhdid olması məsələsi də müzakirə olunmaqdadır. Hər halda bunlar ehtimallardır. Rəsmi bu paradın keçirilməyəcəyi ilə bağlı heç bir informasiya mövcud deyil. Ancaq sabahki paradla bağlı həm də müzakirə olunan məsələ odur ki, Putin birbaşa bir gövdə göstərişi etməyə çalışır bu paradla və maksimum çalışdığı məqam həm də ondan ibarətdir ki, özünün müttəfiqlərini daha çox sayda dünyaya göstərməyə bacarsın. Bunu bacaracaqmı sizcə? Məsələn, Azərbaycan timsalında Azərbaycan prezidentinin bir qətiyyətli addımını da biz gördük və ictimaiyyət olaraq da böyük bir alqışla nəticələnmiş oldu bu addım ki, cənab İlham Əliyev müvafiq paradda iştirak etməyəcək. İlham Əliyevin atdığı addım çox dəyərli bir Azərbaycanın maraqlarının qorunması, ifadə olunması baxımından, həm də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması baxımından çox ciddi bir addımdır və hesab edirəm ki, bütün ölkə ictimaiyyət tərəfindən qeyd-şərtsiz, bilinmənalı dəstəklənməli olan addımdır və bu mənada sizin fikrinizlə razıyam ki, bölüşürəm ki, bu çox ciddi bir addımdır və onu heç şübhəsiz ki, bütün cəmiyyət dəstəkləməlidir. O ki, qaldı Putinin, belə deyək ki, özünü təzyiqdən çıxartmağa və beynəlxalq münasibətlərin hələ də oyuncusu, bir hissəsi olduğunu sübut eləmək üçün keçirdiyi bu tədbirə əslində buna nail ola bilmədi. Çünki, belə deyək ki, bu paradda və yaxud da ki, bu 9 may tədbirlərində İkinci Dünya Müharibəsində anti-Hitler koalisiyasında olmuş dövlətlər indi bir yerdə deyirlər. Məsəl üçün, bir neçə il öncə bir qayda olaraq 9 may tədbirində həm Böyük Britaniyanın, həm Fransanın, həm Birləşmiş Ştatların təmsilçiləri iştirak edirlər. Bu isə anti-Hitler koalisiyasının eyni mövqedə olduğunu göstərdi. Amma indi artıq anti-Hitler koalisiyasının özü qarşı-qarşıya gəlib. Yəni, Fransa, Böyük Britaniya, Birləşmiş Ştatlar bir tərəfdədir. Rusiya isə əks tərəfdə. Üzr istəyirəm. Yəni, bu baxımdan artıq Rusiya əvvəlki kimi beynəlxalq münasibətlərin aparıcı oyuncularından deyil. O cümlədən də bu tədbiri bəhanə edib belə deyək ki, o beynəlxalq təzyiqdən çıxmaqdan nəticə alınmadı. Əgər Mərkəzi Asiya dövlətləri və yaxud da ki, tanınmamış respublikaların, yəni Abxaziya və yaxud da ki, Luqansk, Donetsk kimi tanınmamış qurumların başçılarını və yaxud da ki, dünyada belə deyək ki, 3-cü dərəcəli dövlətlərin liderlərini ora yığıb bir tədbir təşkil etmək, bu bütövlükdə Rusiyanın təzyiqdən çıxdığını göstərməkdir. Amma əgər Avropa dövlətləri o iştirak etsəydi, bu heç şübhəsiz ki, Rusiyanın təzyiqdən çıxdığını göstərir. Amma əsas məsələ ondan ibarətdir ki, Putinin və yaxud da ki, bütövlükdə Rusiyanın soyuq müharibə başlayandan bu günə kimi bu paradı
9 may tədbirlərini daha çox müharibə kulturunun yaradılmasına və yayılmasına, eyni zamanda bu müharibə kulturunun içərisində Rusiyanın fövqəladə yerinin olduğunu göstərməyə xidmət edir. İkinci Dünya müharibəsində və xüsusilə Sovet-Alman müharibəsində Sovet İttifaqının qələbəsi təkcə Rus xalqının xidməti deyil. Birincisi 15 dövlətin, yəni 15 respublikanın böyük xidməti var idi. Bütün 15 respublika eyni dərəcədə bu müharibədə iştirak edib. Digər tərəfdən də Anti-Hitler koalisiyasının üzvləri Böyük Britaniya, Birləşmiş Ştatlar, Rusiya dəstək verməsəydilər, Rusiya bu müharibəni apara bilməzdir. Baxın, məsəl üçün Yalta konferansında bunu Stalin Rooseveltlə söhbətdə şəxsən ifadə edib ki, Birləşmiş Ştatlar olmasaydı biz bu müharibəni də qalib gələ bilməzdik və onun ifadəsi orijinalında belədir ki, Churchill deyir ki, Roosevelt'i nəzərdə tutaraq, Maşın ölkəsinin prezidenti olmasaydı, sənlə mən heç nə edə bilməzdik. Bunu yaxında Trump da diqqətə çatdırdı, xatırlatdı. Əsas məsələ ondan ibarətdir ki, həmin Lend-Liz proqramında Rusiya, Sovet İttifaqına verilən dəstək, Böyük Britaniyaya verilən dəstək Anti-Hitler koalisiyasının qələbəsinin əsas səbəblərindən biri və Trump tamamilə haqlıdır. İkinci bir tərəfdən də məsəl üçün Sovet İttifaqının Avropadan fərqli olaraq müharibənin 8 mayda deyil, 9 mayda bitdiyini göstərməsi, bunu faktik olaraq yenə də öz belə deyək ki, aktivlərini yazmaq cəhdidir. Digər tərəfdən İkinci Dünya müharibəsi sadəcə olaraq Sovet-Alman müharibəsindən ibarət deyil. Bu, müharibənin bir hissəsidir. Amma müharibə çox geniş bir coğrafiyada, Afrikada, Asiyada, Avropanın bütün güşələrində gedib, dənizlərdə gedib. Ona görə də Sovetlərin, daha sonra da Rusiyanın bunu tamamilə öz aktivinə yazmaq cəhdi yol verilməzdir. Ona görə də Trump'ın bir çox addımları tənqidə layiq olsa da burada tamamilə haqlıdır. Burada onu tənqid etmək üçün ciddi əsaslar yoxdur. Yəni bu qələbə əslində bütün bəşəriyyətin tərəqqipərvər hissəsinin, Almaniyada faşizmə qarşı mübarizə aparanların, İtaliyada faşizmə qarşı mübarizə aparanların, bunların hamısının qələbəsidir. Bunu bir xalq, bir dövlət öz adına yaza bilməz və yazması çox böyük yanlışdır. Aydındır, Xaqani bəy, sizə minnətdarlığımızı bildiririk. Həm dəvətimizi qəbul etdiyiniz üçün, həm də dəyərli təhlilinizi bizimlə bölüşdüyünüz üçün.